Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin. Habibi ilahina ve tabibi nüfusina Ebil Qasimil Mustafa Muhammed. Ve ala ehli beytihi tayyibinel tahirinel masuminel mükerremin siyumel hucceh beqiyetillah fil aradin ruhi ve ervahul alemin li turabi maqdamihil fida ve la'netullah ala a'daihim ecma'in minel ana ila qiyami yevmiddin. Eûzu billahi mineşşeytanirracim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. İnsan bəzən onu təqib eləyən bir təhlükədən qaçır. Bunun nəticəsində hərəkət yaranır. İnsanın hərəkətinin mənşəyi onu təqib eləyən təhlükədən qaçmaq olur. Bəzi insanlar həmişə təhlükədən qorunmaq üçün əllərində olanları qorumaq üçün hərəkətdə olurlar. Bu pasiv yaşayışdır, minimum yaşamaqdır. Belə insanların həyatı yorucu olur. Bu şəkildə yaşayan insanlar həmişə yorğunluqlarını çıxartmağa ehtiyaclıdırlar. Həmişə təhlükədən qaçan halda yaşamaq. Belə insanlar adətən günaha da çox düşürlər və həmişə pərişandılar, həmişə narahatdılar. Onların həyatında həmişə nəsə çatışmır. Arxalarıca düşən canavarın birindən xilas olurlar, yenə qaçırlar, növbətisi gəlir. Ondan xilas olurlar, növbətisi gəlir. Və belə mərhələ-mərhələ qaçaraq halda, fərari halda yaşayırlar. Ölsələr canları qutarar bu yaşayışdan. Həmişə bədbəxtlikdən qaçmağa çalışırlar. Belə həyat təbii ki, keyfiyyətli həyat deyil. Bunu bəzəməklə, düzəməklə deyil, bu keyfiyyətsiz həyatdır. Qəşəng həyat deyil. İkinci növ yaşayış var, o da gözəl həyat deyil. O nədir? Bəzi insanlar var, nə təhlükədən qaçır, nə də ki, cəzb edici bir məqsədləri var həyatda, hədəfləri var. Bekar gəzir, bekar. Turist həyatıdır. Buna bax, buna maraqlıdır. Maraqlıdır, maraqlıdır. Hey, maraq axtarır. Heç nə, gün keçirdir. Nə bir zirvə var, ona can atsın, nə bir təhlükə hiss eləyir, ondan qorunsun. Arxayın adamlardır. Arxayın yaşayırlar. Birinci dəstənin yorğunluğu bunlarda olmur. Amma həyatlarında o qədər də şadlıq, sevinc də yoxdur. Yalandan təbəssüm eləməklərinə baxma. Görüntü yaradırlar. Güya şaddılar. Bir-birinə də hal verirlər, bir-birinə də dəstək verirlər oturub danışanda. Həyat budur da elə gedəsən, görməli yerləri görəsən, gəzməli yerləri gəzəsən. Həyat bu şəkildə davam eləyir. Deyir, hədəfi filan nə edirəm, həyatda gərək hədəf olsun filan, nə ehtiyac var? Heç də vacib deyil həyatda hədəf olsun, məqsəd olsun. Gələcək haqda düşünmür bu cür insanlar.
gələcək düşüncələri yoxdur. Çünki gələcək haqqında düşünəndə qəmlənirlər və ona görə də özlərini aldatmaqla məşğuldurlar. Üçüncü dəstə insanlar hansılardır? Həyatda müxtəlif məqsədləri olan insanlardır. Müxtəlif hədəfləri olan insanlardır. Həyatları nə sırf təhlükədən qaçmaqdır, nə də ki, əyləncədir. Sırf təhlükədən qaçmaq deyil və sırf şadlanmaq, əylənmək deyil, xoş gün keçirmək deyil. Həyatda müxtəlif hədəfləri var. Müxtəlif hədəfləri var. Bir silsilə, bir sıra hədəflər var. Amma məqsədləri elə məqsəddir ki, 5-10 ilə çatmaq olur ona. 5-10 il vaxt lazımdır ki, o məqsədlərə çatasan. Bunların belə deyək, məqsədləri kiçik təpəciklərdir, onlara çıxmaqdır. Bunlar birinci və ikinci dəstədən fərqlidirlər. Səviyyəli insan görüntüsü yaradırlar öz ətraflarında, jestləri, filanları, işgüzar görkəmləri, güyəm nəsə bir məqsədləri var, ciddi insanlardır. Təpiyə çıxacaq, balaca. Balaca təpiyə çıxacaq, çanta filan götürüb elə bil. Mən obrazlı danışıram da, obrazlı. Çanta filan götürüb, elə bil Everestə çıxır. Elə bir görüntü alıb. Bu məqsəd ki, sən qoymusan, bunun üçün bu qədər jestə ehtiyac yox idi. Bu qədər də diqqətə ehtiyac yox idi. Bu məqsəd ki, sən qarşıva qoymusan. Sən çıxdığın o yerə qarışqalar da çıxır, tısbağalar da çıxır. Bu balaca təpəci idi. Bu çıxır ora bayraq sancır, mən gör hara çıxmışam, fəxr eləyir, mən uğurlu adamam. Elə bilir ki, böyük bir şey qazanıb. Elə bilir ki, balaca təpiyə çıxmaqdan zirvə fəth eləyib. Hər yerdə özünü təqdim eləyir. Mən qarşıma nə məqsəd qoymuşamsa çatmışam. Elə məqsədlər qoyub ki, qarışqa da çatar. Bu insan da ona çatıb fəxr eləyir. Görmüsünüz, hazırlaşır alpinistlər, yaxud da uzaq zirvəyə çıxanlar, xüsusi ayaqqabılar giyinir, krasovkalar filanlar, baxır ki, bağı bağlı olsun, ayağına ilişə bilər, hazırlaşır. Bu da elə ciddi hazırlaşır, amma başmaqla da, tapçıqa ilə də çıxmaq olar ora. O boyda da ciddi hazırlığa ehtiyac yoxdur. Həyatda məqsədləri cılız, amma böyük zənn eləyirlər. Zirvə bilirlər təpələri bu insanlar. Bütün potensiallarını səfərbər eləyirlər, insani potensiallarını. Nə var, balaca təpəyə çıxacaqlar. Alpinist geyimi giyinir ki, orada axı soyuq olur zirvədə, mənfidən, sıfırdan aşağı olur da, mənfi olur. Buna deyirsən ki, təpəyə çıxırsan, oraya elə istidir, çox da fərq eləmir. Yox, bu ciddi ona əhəmiyyət verir. Bunlar cılız məqsədli adamlardır. Həyatları da xoş keçə bilməz. Bunlar da özlərini alladır. Çünki o boyda insan potensialı, insan bilirsiniz nədir? Heç birimiz bilmirik. İnsan çox qüdrətlidir. Çox, olduqca, ağla sığmaz dərəcədə. Bütün bu potensialı yığasan, hansısa bir kiçik təpəyə çıxmaq üçün heç vaxt qane ola bilməz. Bunun ürəyində mütləq boşluq yaranacaq. Bu çox böyükdür, bunun bütün quruluşu böyük şeyə hesablanıb. Bu bütün o qədər potensialını toplayır, bir təpəyə çıxmağa, bir kiçik bir məqsədə çatmağa. O mütləq ora çatandan sonra axı mütənasib deyil, boşluq yaranacaq, narahat olacaq. Bu adamların da məqsədləri həyatlarına istilik gətirmir, hərarət vermir. Doktor olum, nəhayət məqsəd. Fəlsəfə doktoru, nə bilim mən, nə doktoru, fərqi yoxdur.
Evim olsun, uşağım evlənsin. Belə şeylər. Bu hədəflərlə adam eşq eləyə bilməz, bilirsiniz. Diploma qəzəl qoşa bilməzsən, şeir qoşa bilməzsən, hərarət gətirə bilməzsən həyatına, vücuduna od sala bilməz. Bu səni cəzb eləyə biləcək zirvə deyil, bilirsən, sən insansan. Sənin vücudun ölçüsündə deyil. Düzdür, sənin hədəfin var, amma çox kiçikdir. Sən bir hədəf seçməlisən ki, bütün hüceyrələri hərəkətə gətirsin, səni şuura gətirsin, vücudu istiləşdirsin, isitsin. Hara çatmaq istəyirsən, filan yerdə villam olsun. Filan yerdə villam olsun. Bərəkallah, sən o birilərdən biraz yaxşısan, təhlükədən qaçmaq üçün yox, nəsə əldə eləmək üçün çalışırsan, amma sən də heç vaxt aşiqanə yaşaya bilməyəcəksən. Villanın eşqi ola bilməz. Sənə eşq lazımdır ki, sənin zərrə-zərrə hərəkətə gətirsin. Səni yoracaq bu. Villa yoracaq, mütləq. Kiçik məqsəddir, çox balacadır. Hədəf tap, kişisənsə, mən səmimi danışıram da öz məclisimiz. Hədəf tap, canını alsın sənin. Bihuş eləsin səni, hədəf tap. Sən axı insansan, insan. İnsan böyük hərflə yazılmalıdır. İnsanların çoxu əlində olanları qorumaq üçün yaşayır, fəraridirlər. Yaxud hədəfsiz gəzirlər, maraqlı şeylər, əyləncə, gün keçirtmək. Bunlar birincilərdən daha aram haldadırlar, amma ləzzətləri yoxdur, səthidir. Üzə vurmurlar sadəcə. Mən filan yerdə filan olmuşam. Filan yer, xatirələrlə yaşayır, özünü güya məsələn, nə ləzzət mümkündür almışam həyatdan. Amma gələcək haqda düşünmək istəmir. Qarşıda nə var görmək istəmir, üfüqü görmək istəmir. Üçüncü dəstə kiçik məqsədlər üçün yaşayır, amma aşiqanə yaşamır. Ancaq hesablamalar əsasında yaşayır. Sönük həyatdır bu həyat. Müxtəlif xırda hədəflər qoyub qabağına, ona çatdı, növbətisini qoyur. Bu hədəfə çatdı, növbətisini qoyur. Nə üçünsə bir dənə uca hədəf seçə bilmir həyatda özünə. Bu cümləmi yadda saxlayın. İnsan belə qurulub ki, belə tənzimlənib ki, onun bir hədəfi olmalıdır, hədəfləri yox. Bir hədəfi olmalıdır. Əgər müxtəlif hədəfləri də olsa, hamısı birinə bağlanmalıdır. Bir yerdə toplanmalıdır hədəflər. İnsan vücudu belə tənzimlənib, tövhid vahid sözündəndir də, tək. Tövhidin vücuduna insanın sirayət eləməsi bu deməkdir. Tövhid yeganə məqsədli idi, yeganə pərəstli idi, yeganə hədəfə bütün vücudun səfərbər olmasıdır. Tövhid vücudun tam olmasıdır, bütöv olmasıdır, haçalanıb 100 məqsədə bölünməsi deyil. Duanın əzəmətinə baxın. Əleyhissalamın məqamını bu dua ifadə edir. Bunu adi adam deyə bilməz. Əsəlükə ən təcəl ə'mali və əvradi kulluha virdən vahidən. Deyir, mənim bütün əməllərimi, işlərimi, hallarımı vahid bir hal, vahid bir iş qərar ver. Bütün işlərimi. Gün ərzində müxtəlif işlər görür bu adam. Barmağı hansı işin üstünə qoyursansa bir hədəf üçündür. Şəkilləri fərqlidir işlərin. Adam gün ərzində nə qədər iş görür? Yatır, durur, işləyir, çalışır, dişin yuyur, paltar giyinir, ətir vurur, nə bilim, müxtəlif işlər görür. Deyir ki, bütün bunların hansının üstünə əlimi qoysam, elə olsun ki, hamısı bir hədəfə birləşdirsin məni. Bütün işlər bir hədəfə, insana hədəf olmağa o şey layiqdir ki, hər işinə hədəf ola bilsin. Bunlar qızıl cümlələrdir, mənim cümləmdir deyə yox. Bunlar İslamın təlimləridir, qədrini bilmirik biz. Mənim üçün hədəf olmağa layiq olan bir şey odur ki, mənim bütün işlərimə hədəf ola bilsin. Bütün işlərimə əhatə eləyə bilsin.
İnsan vücudu tam olmalıdır, bütöv olmalıdır. Yüz yerə haçalanıb müxtəlif məqsədlərim var. Məqsədlərin hərəsi bir qədər enerji alacaq, pərakəndə olacaq ruh, enerjisi israf olacaq, taqətdən düşəcək. Məqsədlər insana yaraşmır. İnsan bir məqsəd üçün vücudu belə qurulub. Din də gəlir bu zirvəyə dəvət eləməyə. Bir başqa heç nə. Din yol hərəkəti qaydası deyil ki, maşınlar bir-birinə dəyməsin, qəza eləməsinlər. Bu çox aşağı baxışdır dinə. Dini qaydalar müsabiqə qaydalarıdır, yarış qaydalarıdır. Rallilər var, maşınlar yarışa çıxır bir-biri ilə. Yarış qaydalarıdır, dini qaydalar. Zirvəyə çatmaq üçün kim tez çatacaq, kim daha yuxarı gedəcək, budur. Çoxu namaz qılmır, bilirsiniz niyə? Çünki bunu anlamır, bunu başa düşmür. Deyir, qılmıram, heç lazım da deyil axı mənə. Başa düşmür, namaz nə üçündür? Namaz o zirvəyə bağlamaq üçündür. Bunun həyatında hədəf cılız olduğuna görə namazı otuzdura bilmir həyatına. Harasını otuzdursun? Hədəfləri ilə uyğun gəlmir. Namazsız da bunun hədəflərinə çatmaq olur da, bunun məqsədlərinə. Zirvəni düşünsə, bilər ki, zirvəyə namazsız olmur. Amma bunun həyatının məqsədi o qədər kiçikdir ki, namazsız da olur. Odur ki, namaz başa düşmür, nə üçün qılmalıdır. Deyir, axı, namaz qılmıram, hər işdə qaydasındadır. Nədir bu namaz? Elə bil ki, məsələn, bir adama desən ki, evindən 10 dəqiqəlik yoldur, təyyarə gətirək sənin üçün. Deyəcək, təyyarəni nə inirəm o boyda? Mən 10 dəqiqə ayaqla gediləsi yolu təyyarəyə niyə minim? Təyyarəni otuzdura bilmir də, məqsədi çox yaxındır. 10 dəqiqəlik yola getib çatmaqdır. Məsafə 10 dəqiqəlikdir. Bunun da məqsədi kiçikdir deyə namazı həyatını otuzdura bilmir. İbadəti otuzdura bilmir. Din zirvə uğrunda müsabiqə qaydalarıdır. Kimsə ancaq maşın sürəcəksə, yol hərəkəti qaydaları lazımdır ona. Kimsə yarışa çıxacaqsa, yarışın qaydaları, onlar fərqlidir. Bunu mən özümdən danışıram, yox. Əl-ləzi xələqəl məvtə vəl-həyat liyəvlivakum əyyukum əhsənu əməla. Allah ölüm və həyatı yaratdı ki, görsün hansınız daha yaxşısınız. Hansınız cənnətli, hansınız cəhənnəmli. Yox, cəhənnəmin adını çəkmir heç. İnsan bunu çox danışmışam, üstündə deyəmirəm. Cənnətlə cəhənnəm arasında seçim eləmir. İnsanlar yarışır zirvə üçün. Din gəlməyib ki, Allah ölüm və həyatı yaratdı ki, görək ki, kim qaydalara əməl edəcək. Belə demir, deyir, kim zirvəyə çıxacaq onun üçün. İnsan gərək uca hədəf seçsin. Ləzzət bəxş, ona istilik, hərarət verən bir hədəf. Həyatını mənalandıran bir hədəf. Elə bir hədəf ki, ömrünün sonunacan ona çatmasın. Qəribə gəlir. Ömrünün axırınacan çatmasın o hədəfə. Ancaq yaxınlaşsın. Deyə bilərsiniz ki, necə yəni, adam dəlidir ki, bir məqsəd qoysun qabağına ona çata bilməyəcək, özünü alladır, xəyalidir bu məqsəd, xeyr. Mövzu sənin vücudun genişliyidir, sən binəhayətsən, sübut eləyə bilərəm binəhayətsən. 2 vur 2 4'dür. Sən sonu olan heç nə səni qane eləmir. Deməli, sən binəhayətsən, binəhayət yol getməlisən. Bu hədəfə sən yaxınlaşdıqca hərarətini hiss eləyəcəksən, şübhəsiz. İstiliyi artacaq, ləzzəti artacaq, həyəcanı artacaq, arta-arta gedəcək. Bu proses nə qədər davam eləyəcək? Dayanan nöqtə varmı? Çatdım hədəfə. Yox. İnsansansa, insana uyğun hədəf yoxdur. O mənada ki, bir nöqtə olsun, diyanasan, deyəsən, çatdım. Bilirsiniz, niyə? Çünki çatdım dedimsə, o hədəf ki, ona çatılır, o insana hədəf olmağa layiq deyil. Çatanda sönürsən çünki. Müəyyən yaşda sən diplomu necə arzulayırsan? Abituriyentdir, universitetə qəbul olmağı necə arzulayır? 50 yaşdan sonra, 50 yox, 5 ildən sonra sönür. Bu hədəf ola bilər. Çatdım deyə söndü. Çatdığın bir hədəf mütləq dəyərdən düşəcək. Sonra nə olacaq? Qəm gətirəcək.
Qəm. Bu qədər ki, sən gözləyirdin, ay Allah tez diplom alım, ay Allah işə düzəlim, ay Allah vəzifəyə keçim. 3 il, 5 il sonra çatdın axı, çatdın deyə həmin stola baxırsan, sən nə olsun? Qəm gətirir ürəyivə, üzə vurmur. Üzə vurmur sadəcə. Ev, böyük evim olsun. Adam var, elə deyir, Allah hamıya qismət eləsin, ev. Kim deyir ki, qismət eləməsin? Sual verə bilərsiniz ki, sən ev almayaq, ev al, mütləq al. Din deyir, möminin evi geniş olmalıdır. Hədislərə baxın, geniş evdə yaşamalıdır. Ancaq yüksək hədəfə bağlı ev almağı hədəf eləmə. Hədəf eləmə. Çatdın, 2 ildən sonra sönəcək. Nə ölçüdə evdə yaşayırsansa yaşa. İlla ki, məsələn, bir dəstə adam gələ özü kimisi, biraz vaxtı uzatmaq üçün ləzzət vaxtını. Orada maşallah nə gözəl evim var. Həyətdə bütün hamı səndən danışır filan. Hə, biraz da danış, bu keyfi biraz da uzadır. O da uzadar 1 ay. Sonra qonaqlar da, özü kimi qonaqlar da həvəsdən düşəcək. Bunun da həyatı yenə də zülmətə bürünəcək. İnsan uca hədəfsiz bədbəxtdir. Üzə vurmur. Üzə vurmur. Bəzi əsərlər var, cılızlaşdırır insanı. Oturub baxırsan ki, görəsən bu serialın qəhrəmanı cılız məqsədinə çatacaq ya yox, vay bədbəxt insan. Neçə saat buna sərf elədin? 2 nəfər görək, axırda evlənəcək ya yox, hədəfə bax. Quşlar da evlənir, hamısı. Obrilər hamısı evlənir, ad çəkməyim də, hamısı evlənir. Bu əsərin bir, necə deyim, süjet xətti ola bilər, sən insan üçün. Mən dəfələrlə demişəm, dini film bu deyil, araqçınlı kişi oğlanın əlindən tutsun, gedək meçdə namaz qılsın, qəribə belə jestlərlə, belə xətti saqqalla, oldu dini film, dini klip, bu deyil. Bir dənə də dini atribut göstərməsən də, insana film başa salsa ki, sənin məqsədin çox ucadır, bu dinidir elə. Bir dənə də namaz göstərməyib yoxdur, mən icazə verirəm. O dinidir. Dinilik zahirlə, atributlarla deyil. İnsan hədəfi çox ucadır. Bir neçə hədis deyəcəm sizə. Sonra müzakirə eləyək ki, insanın hədəfi nə ola bilər? Vaxt gözüm saatdadır ki, çox baş ağrıtmayım. Amma xülasə deyirəm, xahiş edirəm ki, diqqətli olun, özünüz təhlil eləyin dediklərimi. Bəziləri gözləyir ki, indi mən dərhal dini sözlər danışacağım. Belə deyəcəm, bax, hədəf Allah bəyənən nəsə olmalıdır, belə deyəcəm. Hədəf gərək əxlaqlı olsun. Görür axı, minbərdə oturmuşam, əba var, qəba var üstümdə. Elə bilir ki, qoy hədəfi, elə bilir mən belə deyəcəm, qoy hədəfi Allah təyin eləsin, sən də səsüz çıxartma denən baş üstə. O səni yaradıb. Vallah qətiyyən belə danışmayacam, belə danışmaq fikrim yoxdur. Mən sadəcə deyirəm, hədəf ucu olmalıdır. Və kül olsun o yaşayışın başına ki, onun hədəfi cılızdır. Sadəcə bunu deyirəm. Bunu da nədən qaynaqlanıb deyirəm? İnsan vücudunu təhlil edirəm. Sadəcə həyat təcrübələrini təhlil edirəm. Burada oturanın hamısı təsdiq eləyə bilər ki, insanın hədəfi kiçik olanda günü qara olur. Vəssalam, mən dini söz danışmamışam. İnsanı təhlil edirik. Amma elə dini söz imiş bu. Dini söz anlayışımız səhvdir. Nəyə dini söz sayırıq, o səhvdir. İndi bir iki dənə hədis deyim ki, elə o da həyatdan gələn, hikmətdən qaynaqlanan sözlərdir. Əleyhissalam, fəda olduğumun kəlamlarından deyim ki, ürəyimiz nuraniləşsin. Qədrur rəcul alə qədri himməti. Deyir, kişinin qiyməti, himməti qədərdir. Himmət nədir? Yəni, hara çatmaq istəyirsən?
Nə olmaq istəyirsən, hara getmək istəyirsən, qiymətin o qədərdir. Gün ərzində neçə dəfə məqsədi yadına salıb eşq eləyə bilirsən, keyf eləyə bilirsən. Elə hədəf seç ki, 24 saat fasiləsiz ləzzət alasan, onunla sən insansan. Sənin bir saniyön ləzzətsiz keçdisə, sən Allaha cavab verəcəksən. Sən insansan. Elə hədəf seç ki, 24 saatın keyf içində keçsin, ləzzət içində keçsin. La muruvvətə limən la himmətə ləh. Bu sözləri qorxuram tərcümə eləyəm ki, özümə hörmətsiz diyorlar, özümüzə hörmətsiz diyorlar. Buyurur ki, cavan mərd deyil, mərd deyil, kişi deyil o kəs ki, kişi deyil o kəs ki, özünə layiq hədəf seçmir. Kişisən, insansan, hünərin var, meydana girdinən ki, mən özümə layiq zirvəyə can atıram deyir. Yəni, mürüvvət cavan mərdlikdir. Bir mənada bizim dildə desək, kişilik, mərdlik. Mərd-i meydan, belə sözlər var. Mərd-i meydansansa buyur. Bu mənada deyir. Mən dənət himmətuhu fələ təzhəbhu. Sözlərə bax. Deyir, kimin ki, məqsədləri cılızdır, o ilə danışma heç. Xəstələndirəcək səni. Yadınızdadır Ramazan ayında demişdim, öp denən salam, necəsən? Salam sağ ol, mənə yaxın gəlmə. Xoş, 5-15 danışsın, başlayacaq cılız məqsədlərini böyütməyə, sən də öz təsirinə salacaq. La himmətəli məhin. Məhin alçaq adama deyilir. Deyir ki, alçaq adamın, şəxsiyyəti aşağı olan adamın uca hədəfi ola bilməz. Şəxsiyyət ucalığı məqsədlə ölçülür, hədəflə ölçülür. Qərb mədəniyyətinin pisliyi nədədir? Qərb mədəniyyətinin ən pis cəhəti çılpaqlıqda deyil, vallah. Qərb mədəniyyətinin pis cəhəti içkiyə dəvət eləməkdə, fəsad yaymaqda deyil. Qərb mədəniyyətinin pisliyi Allahdan danışmamağında deyil. Allahdan danışmır. Qərb mədəniyyətinin ən mənfi xüsusiyyəti budur ki, insanı kiçildir. İnsanı kiçildir. Digərləri nəticədə artıq. Biz kökü qoymuşuq, başlamışıq budaqları tənqid eləməyə. İnsanın şəxsiyyətini kiçiltməyindədir bunun nöqsanı. İnsanın şəxsiyyətini, xoşbəxtlik, atdan düş diskotekada. Ay bala, nə xəbərdir? Filan mahnı. Nə olsun? Nə olsun axı, nə olsun? Nə olub ki, sən belə sevinirsən? Niyə sevindirirsiniz cəmaatı? O şeylərlə ki, sevinməyə layiq deyil. Bunun altında nəzəriyyə yatır. Bu birisi dünyaya nəyə deyir? Deyir, baxın, görün, insan nəyə xoşbəxt ola bilir? Vəssalam, xarab oldu. Biz başlayırıq fəsad, əxlaqsızlıq filan. Bundan tut, bundan. Bu demək istəyir ki, bax, adam bundan sevinməlidir. Bunu təlqin edir öz mədəniyyətini tirajlamaqla. Qərb mədəniyyəti ona görə pisdir ki, deyir, kiçik işlərlə məşğul ol. Onun pisliyi budur. Sizdən xahiş edirəm, qurban olum, ədəbiyyatımızı, terminologiyamızı dəyişək. Səhv stereotiplər yaradırıq. Allah, bu fəsad, əxlaqsızlıq filan danışırıq. Deyingən başqalarının xoşbəxtliyini qısqanan adam obrazı yaradırıq dindarlar haqqında. Allah'a da getiririk, əxlaq müfəttiş edirik. Sanki Allah da rəva bilmir insanlara ləzzəti. Nəsə söz gələndə bu şeylərdən biz başlayırıq onu qəribə bir əxlaqi yöndən, mən demirəm, onun əxlaqi mənfi yönləri var. Sən başqa cür danış. Denən ki, aşağıdır bu. Keyf elə, keyf eləmək halal xoşun, keyf üçün yaranmısan. Mən sənə əxlaq nəsihət eləmirəm, deyirəm keyf üçün yaranmısan, keyf elə də, keyf elə. Bu keyf deyil sənin elədiyin. Mən səni qısqanmıram, sən keyfdəsən, mən də deyim, Allah lənət eləsin, ürəyimdə deyim ki, kaş bu din filan olmayardı, mən də qoşulardım bunlara. Daha indi giriftaram da, ilişmişəm. Belə yox, qibtə eləyim ürəyimdə, amma tənqid eləyim.
Və bu şəkildə olmasın. Ona ürəyin yansın. Desin, sən insansan, sən bilirsən nə qədər ləzzət ala bilərsən, gör nə qədər alırsan. Ərazitum bil hayatid dunya, Allah belə danışır, Allah ləzzət tərəfdarı kimi danışır. Deyir, azına niyə qane oldunuz? Allah əxlaq polisi deyir, nəuzubillah. Allah ləzzət tərəfdarıdır. İnsanın keyf eləməsinin tərəfdarıdır. Şəxsiyyət ol, keyf elə, öz ölçündə keyf elə. Öz dəyərin qədər keyf elə. Məktəb, ailə, cəmiyyət belə uşaq tərbiyə eləsə, yüksək hədəfli şəxsiyyət, vallahi özü Allahı tapacaq. Onun bir gün yolu keçəcək də meçiddən. Yolu keçəndə tapacaq. Sən şəxsiyyət ver uşağa, aza qane olmasın, bir gün məscid yanından keçəndə bir qığılcım bəsdir ki, hədəfini tapsın. Təklif eləyən kimi qəbul edəcək. Bu ki, ucadır şəxsiyyəti. Özünə dünyanı kiçik görəcək. Deyəcək, bu dünya mənlik deyil. Uca hədəf axtarıram. Sən Allah deyən kimi göydə tutacaq. Deyəcək, mən elə bunu axtarırdım. Amma bizim təqdim elədiyimiz Allah nədir? Bizim təqdim elədiyimiz Allah əlavə bir qayğıdır insan üçün. Əlavə bir problemdir. Onsuz da problemlərim çox. Buradan da Allah gəldi. Zorla da, o da gəldi, başladı. Onsuz da başım ağrıyırdı. Allah da gəldi buradan, bunu elə, bunu eləmə. Başım lap ağrıdı. Ya qəbul eləmirəm, ya da can dərdi. Bir də var, yox, şəxsiyyətdə adama bir dənə Allahın A hərfi bəsdir ki, desin, hə elə, mən bunu axtarırdım. Şəxsiyyətdə adama Allahdan başqa hər şey aşağı olacaq. Elə adam tərbiyə eləyək ki, Allaha tərəf özü qaçsın. Zorla ona Allahı yeritməyək, yedirtməyək. Çünki insanın şuarı bilirsiniz nədir? İnsanın vücudunun tərcüməsi bu bir cümlədədir. İnsanın vücudunun tərcüməsidir bu. İnni la uhibbul afilin. Mən qürub edənləri sevmirəm. Həzrət İbrahim bunu sadə misalda deyir, amma insanın fitrətini tərcümə eləyir. Deyir ki, günəş mənim Allahım ola bilməz, ay mənim Allahım ola bilməz. Ne üçün bunları birləşdirən cəhət budur ki, mən qürub edənləri sevmirəm. Bunlar kiçik idi mənim üçün, mən insan üçün. Mən insana hədəf ola bilməz. Söhbət günəşdən, aydan getmir. Yəni, özümdən kiçik hədəflər, sonu olan bir şey mənə hədəf ola bilməz. İnsanın özünün böyüməsi Allaha bağlanmasına gətirib çıxarır. Onda deyəndə Allah deyəcək, qayıdacaq evə deyəcək, anam mən meçiddə o zirvəni tapdım. O ki qalmışdım, heç nə məni qane eləmirdi, zirvə axtarırdım, Allah imiş o. Allah mənim axtardığım, mənə hədəf ola biləcək bir zirvədir. Belə gəlməsə cəmaat dinə, bilirsiniz nə olur? Zəif adamlar doluşur dinə. Acizliyini örtbasdır eləmək istəyən adamlar. Heç nəyə yaramayan adamlar. Heç bir cərgədə yeri olmayan, heç bir çevrədə yeri olmayan adamlar deyir, neyniyim, gedim, bir iki dənə hədis satdıyım, hörmət qazanım, görüm, güzaran keçirdim də özüm üçün. Pərdələnim dinlən. Heç yerdə yeri olmayan adamlar gəlir də olur dinə. Olur dindar. Çünki din düzgün başa düşülməyib. Dünən dindaramda nə fərqi var? Fərqi böyüdür valla. Allahı maraqlandıran bilsiz nədir? Niyə dindarsan? Niyə? Niyə dindarsan? O ki, dilləri ələk olacaq, adamlar ələkdən keçəcək. Necə olacaq? Bu cür adamlar çıxacaq dindən hamısı bir-bir. Mən buna nə vaxt danışım Məhərrəmdə? Məhərrəmdə o zirvəyə baxmalıyıq da biz. İmam Hüseyin əliyə gedirdi də, hamısını bir-bir özündən ayırırdı. Məhərrəm məclisi bu söhbətin ən gözəl yeridir. İmam Rıza aleyhissalam buyurur, sözə baxın, deyir, bəzi adamın günah eləməməyinə baxma, bəlkə acizlikdəndir. Sən demə, acizlikdən adam günaha tərk. Bəzi adam var, hünəri çatmır günah eləməyə. Ona da bir hünər lazımdır. Deyim, maşallah, xoş əxlaq adamdır, heç kəs incitməz. İncidə bilmir axı incitsin. İncidə bilə incitməyə, gücü çata incitməyə, qüdrətli adam incitməyə. Hünəri yoxdur incitməyə.
Adamların namazda sırada dayanmağından mühüm niye dayanmasıdır Allah üçün? Niye gəlmirsən buradasın? İndi nəticə alaq. Vaxt uzalmayayım, 10 dəqiqə, 15 dəqiqə yekunlaşım. İnşallah. Nəticə alaq. Demək istəyirsən məqsəd Allahdır, tələsmə. Harada dedim mən, mənim boynuma qoyursan? Mən deyirəm, yüksək hədəf, sənə qüdrət verən, sənə həyəcan verən, sənə şadlıq verən. Necə olmalıdır o hədəf? De Allah da sizlə diyaloqdur, bu mənlə sizin aranızdır. Yox, mən qəbul elətdirmək istəmirəm sizə. Mən peyğəmbərlərin yolu ilə gedirəm, peyğəmbərlərin yolu bu deyil. Yusiru ləhum dəfainəl uqul. Əleyhissalam buyurur ki, onların içində olan ağıl xəzinələrini üzə çıxardır peyğəmbərlər. Yəni, kənardan nəyisə qəbul etdirmir, içini, o bulağı qaynadır içərdən, özü tapsın, özü cavab versin, qəbul etdirsin, yox. Peyğəmbərlər adama nəyisə qəbul etdirmir, içindən çıxardır, insanın içindən. Zəmin yaradır ki, insan özü gəlsin bu nəticəyə. Quran dəlili nədir? Fəzəkkir, innəmə əntə müzəkkir. Ayənin dərinliyinə bax, bir cümlədir. Buyurur ki, xatırlat, sən ancaq xatırladansan. Başqa işin yoxdur sənin. İnnəmə əntə müzəkkir. İnnəmə yəni fəqət, ancaq. İşin adı budur. İşin budur ki, hərəkətə gətir insanı. Özü gəlsin nəticəyə. Onun əvəzinə qərar vermə, peyğəmbərlər belə eləməyib. Peyğəmbər nə desə biz bilirik əslində. Belə danışaq insanlarla. Axı bilirsən belədir. Düşün, hə, bilirəm. Bilirsən, axı belə deyil. Bilirsən, deyir, hə, bilirəm. Fəzəkkir. Mən sizə qəbul elətdirməyəcəm. Mən deyirəm ki, sizə, hədəf kiçik olanda adam yorulur. Dünən düzdür, mən yorulmuşam özüm. Mən dindən danışmıram hələ. Bu oldu nəticə bax, adama deyən ki, hədəf kiçik olanda adam yorulur. İnnəmə əntə müzəkkir. Hədəf necə olmalıdır? Hədəfin hansı xüsusiyyətləri olmalıdır? Xahiş edirəm, dindarlığınızı qoyun 5 dəqiqə kənara. Və müsahibə verən kimi də cavab verməyin bu suala. Ürəyinizdə hamınız cavab verin. Sual-cavab eləsək qarışar məclis. Yoxsa fürsət olardı, hər yerdən bir söz deyərdi. Amma ehtiyac yoxdur, ürəyinizdə deyin. Deməyin, hədəf müqəddəs olmalıdır. Bu kitab sözüdür. Müsahibə sözüdür. Pafoslu sözləri qoyaq qırağa. O hədəf ki, mən ona görə yaranmışam. Bu da ürəyin sözü deyil, mənim fikrimcə. Filosofluq eləmə. Hədəf nə xüsusiyyətlərə malik olmalıdır? Hədəf bizim fitrətimizə uyğun olsun. Fitrət nədir? Fitrət nə? Uyğunluq yəni nə? Hədəf əhatəli olsun, hədəf rasional olsun. Vallahi yoruldum. Rasional olsun, yəni ağla uyğun olsun. Kişi kimi denən hər iş şübəyəm görəndə rasionallıq əsasında görsən. Sadə denən, çəkinmədən denən elə hədəf istəyirəm ki, keyf versin mənə. Kişi kimi. Niyə bu sözü deməyə qorxuruq ki, məsələn? Elə hədəf tanıtdır ki, keyf versin mənə, ləzzət versin mənə. Amma ən çox ləzzət, ən çox keyf, ən çox, Çünki az keyflər yorub məni. Yorur da yorur. Salır tora məni, gedirəm, biraz dilimə vururam, görürəm ki, yorulmuşam, yordu. İnsana hədəf olmağa bu layiqdir. İndi gələk dini danışaq. Haram ləzzət nədir?
Haram ləzzət daha artıq ləzzətin yolunu bağlayan ləzzətdir. Allaha məzlum sözü demək olsaydı deyərdim. Allahı ləzzətin qənimi kimi tanımışıq. Allah ləzzətin yeganə tərəfdarıdır. Başqa bir şey yoxdur. Yaratdıqlarına feyz verməkdən başqa. Evlənmək yaxşı şeydir, bəli. Amma barıtın çox eləmişsə, 2 ay rəqsə gedirsən ki, hazırlaşım. 2 ay. Toyda bəs nə istəyirsiniz? Toyumuzu qara yuvaya döndərmək istəyirsiniz? Yox, toyda şadlan. Şadlan. Amma bu nə qaydadır? Ev tikiblər, adını qoyublar şadlıq evi. Şadlıq evi. Sənin bütün həyatın şadlıq evi deyilsə, sən insan deyilsən. Sənin həyatın hər saniyəsi. Sənin şadlığın bir evə sığır, şadlıq evi olar. Şadlıq evi aləmdir, varlıq aləmidir. Şadlıq evidir. Sən həyatı şad yaşa. Onda toydan da aldığın ləzzət başqa olacaq sənin. Keyfiyyətcə başqa olacaq. Amma sən həyatdan ləzzət almırsan deyə, deyirsən gedim biraz ləzzət alım, gətirin ondan, üzr istəyirəm, nauzubillah, içim biraz. Biraz o iti vur, əlləri ilə belə-belə ellər, iti, musiqini. Bir məddah deyir ki, toyda oxuyurduq, bir rayonların birində, birdən başladılar oynamağa, mən dini şey oxuyuram. Deyir, biri də oynadı, qızışdı, belə-belədi oradan mənə ki, biraz da iti. Bu nə üçündür? Nədən yaranır? Bu şadlıq evi, bu qədər sevinci bu şəkildə qaldırmaq nə üçündür? Ona görə ki, nəzərdə tutulan qədər ləzzət ala bilmir deyə ev tikir adını qoyur şadlıq evi, kənardan vasitələr gətirir, ürəyim darıxdı, məni əyləndirin də bir təhər, sevindirin məni. İmam Hüseyin məclisinə gəlirsiniz, soruşsalar, niyə gedirsiniz ora? Deyin ki, ləzzət alıram. Əgər alırsınızsa, yalandan deməyin. Amma mən əminəm ki, alırsınız. Ağlamaqdan ləzzət alırsınız, xəstəsiz, belə deyirlər. Belə deyirlər. Qınamıram, başa düşmür, bilirsiniz, elə bilir ki, qəm acı bir şeydir də. Qəm acı bir şeydir. İnsanın qəmdən qaçmağa haqqı var. Görəndə ki, bir dəstə qəmə can atır, çaşqınlıq yaranır. Adam qəmdən ləzzət alsa, yəqin ruhu pozuntusu var da nəsə. Doğrudan da insan bir sıra qəmlərdən, bəzi insanlar var, özünə qəm yaradır, acı qəm, qərq olur ona, onunla yaşayır, o xəstə adamlardır. Bu yanlışdır. Sadəcə başa düşmürlər ki, bu qəm o qəmdən deyil. Bunu başa düşmürlər. Bu qəm yeganə növüdür qəmin ki, fərqlidir. Bu qəm nə üçün həm də sevinc verir insana? Ona görə ki, bu qəm birbaşa aparır adamı, hədəflə təmasa salır, təmasa girirsən. Sən o hədəflə təmasa girmək üçün adi qaydada 10 illərlə təzkiyə olunmalıydın. Namaz, oruz, ibadət, İmam Hüseynin funksiyası budur ki, sən təmizlənməmiş sən və mən, sən demirəm, özümü deyirəm, təmizlənməmiş mən aparır ən uca zirvə ilə məni təmasa salır, təmas yaradır. Onun keyfi bu əzadarlıqda hiss olunur. Adam özü bilmir, nədir? Amma görürsən ki, bu ağlamaq o ağlamaqdan deyil. Bunun içində bir ləzzət var, şadlıq var. Məclisdən çıxanda adamların üzünə bax, bir də diskotekadan çıxanda adamların üzünə bax. Gör hansı daha şaddır, hansı daha sevinir. Bu qəm elə bir qəmdir ki, insanı, təmizlənməmiş insanı belə aparır, hədəfə bitişdirir. Hüseyin bu əzəmətdə işi gördü. Bu sıradan bir iş deyil, bilirsiniz? Bizə adi gəlir. Sıradan bir iş deyil. Bu məclisdə yaşadığınız halı heç cür yaşaya bilməzdiniz. Mən öz ünvanıma deyirəm, Hüseyin olmasaydı, Kərbəla olmasaydı. Ancaq bilirsiniz necə yaşaya bilərdiniz? Heç onda da bilmirəm. Gecə namazı qılan abidlər, hamısı o halları yaşayırlar, Ayətullah Behçət kimi adam. Nə ləzzətlər alırdı, onlar gecə ibadətindən, filandan. Onlar da deyir ki,
Bunların hamısını qoy tərəzinin bir gözünə, bir damcı göz yaşı bunları üstələyir. Deyir, Hüseynə bir damcı göz yaşı axıtmaq gecə ibadətindən üstündür. Bunu bilirsən kim deyir? Bir gecə onu tərk eləməyən adam, onun əhli deyir. Hüseynin əzəməti bundadır. Hazırlıqsız insanı, bilirsiniz, onlar nə hallar keçirdi, Allaha qovuşublardı orada. Bu məclislərdə vasitə yaranır. Biz də onların keçirdiyi hallardan öz tutumumuz qədər keçirdirik. Günahkar da olsaq. Bunu başqa heç yerdə təcrübə eləyə bilmirik. Ona görə bax, o adamlar 2 saat dayanıb bayırda, mən həmişə onlardan xəcalət çəkirəm, sonra da deyirəm, mənə görə gəlməyib ki, öz keyfi üçün gəlib, ləzzəti üçün gəlib. Bu bir ləzzət məclisidir. Çəkinmədən bunu deyin. Amma elə bilməyin ki, biz bədbəxt biçarəyik ki, ağlayıb zarımaqdan ləzzət alırıq. Gəl təcrübə elə, bu ağlamaq başqa bir şeydir. Bu, ruhun sevincidir. Bəli, başqa ağlamaqların əleyhinəyik biz. Qara gün biçarə adamların oturub zarmağı, bu heç insanın şəninə yaraşan bir şey deyil. Amma bu ruhun pərvazıdır, ruhun rəqsidir. Ruh burada yana-yana keyf eləyir, həyəcana gəlir, şura gəlir. Ona görə 2 saat gəlir, dayanır bayırda. Savab desələr gəlib dayanmaz. Bu qədər savab var, dayanmaz. Heç nə onu vadar eləyə bilməz. Heç nə sizi vadar eləməz, bu sıxlıqda oturasınız, məni dinləsin. Mən burada heç kiməm. Mən bəhanəyəm ki, biz İmam Hüseyn o feyzi ötürür sizə. Bunu Kərbəlasında da görürsən, adam getdikcə doymur. Ay Allah, baxırsan zərihə görürsən ki, elə bil ki, ləzzət axır hərəmində, nə bilim, ifadə eləmək olmur. Danışılmasa yaxşıdır, dadılsa yaxşıdır. Vəssalam, sözüm bu qədər. Birdən sizə desələr ki, bu ləzzətdən məhrum olursunuz bugündən. Necə olarsınız? Deyər ki, axırıncı məclisi də məhrumsuz. Çox ağır olar bizim üçün. Razıyıq, çox şey verək, hər şey verək, bu əlimizdən çıxmasın. Razıyıq, mən razıyam. Belə də İmam Hüseyin aşıqı falan da deyiləm ha mən. Sadəcə olaraq görürəm ki, buradakı keyfi bu vücudi bir ləzzətdir, zati bir ləzzətdir. Mən heç yerdə təcrübə eləyə bilmirəm. İndi birdən desələr ki, siz bundan ayrılacaqsınız, ayrılırsınız, olmaz daha. Mümkün deyil. Sözümü nəyə gətirirəm? Biri var İmam Hüseynin məclisi ilə təmasda olasan, biri var İmam Hüseynin özü ilə. Xanım Zeynəb Kərbəlaya çatanda başa düşdü ki, Hüseynindən ayrılacaq. Ona görə bu 10 gün çox ağır idi Həzrət Zeynəb üçün. Hüseyin gedir, Zeynəb bunu hiss eləyib. Başa düşmək olmaz, heç kəs anlayanməz nələr baş verdi Zeynəbin qəlbində. Keçən il bunu demişəm, bu ildə burada deyirəm. Bunu bir alimdən eşitmişəm, öz sözüm deyil, amma çox ürəyimə yatıb. Deyir ki, Zeynəb hiss eləmişdi ki, bilirdi də bilirdi. Bilirdi ki, hara gəlib, bilirdi. Amma olur ya, adam da özünü inandırmaq istəmir. Hətta mən sizə bunu demişəm, hərdən adam o qədər bu hadisəni diri görür ki, deyirsən, bəlkə bu il öldürmədilər İmam Hüseyni. Eşq belə şeylər yaradır adamda. Hərdən olub ürəyimdən keçib, ürəyimizdən keçib, Aşura gecəsi ki, bəlkə sabah olmadı bu. Zeynəb bilir, hər şey şəhadət verir ki, Hüseynindən ayrılacaq. Amma üzə vurmur. Qəbul eləmək istəmir. Çox incə məqama toxunuram. İmam Hüseyin də görür, o da söz sala bilmir. Bilir də Zeynəb üçün Hüseyin nədir. Məclisi belə keyfdirsə, gör vücudu nədir. Hüseynindən ayrılmaq olar. İmam Hüseyin üzə vurmur, deyə bilmir. Hamı bilir nə olacaq. Söz salmaq istəyəndə Zeynəb üzünü çəkir, gözünü çəkir. Zeynəb soruşmaq istəyəndə İmam Hüseyin çəkilir. Davam eləyir. Aşura gecəsinə ən axır vaxtacan ləngidir bu xəbəri verməyi. Hərçənd ki, məlum xəbərdir. Amma eşq aləmində özünə təlqin var. Bəlkə olmadı. Fikri özündən uzaqlaşdırmaq var. Haçan olur bu? Aşura gecəsində deyir, ya dəhr,
uffin ləkə min xəlili. Ay Ruzigar, uff olsun sənə, sən nə qədər vəfasızsan, dostları bizdən ayırırsan. Başladı, elə şeir oxudu ki, ölüm qoxusu verdi. Zeynəb da Diyanan Mədə, Aşura günü bu məqtəl oxuyuram, sizin üçün orada deyirəm bunları. Deyir, qaça-qaça gəldi, qəş elədi, özündən getdi, yıxıldı. Zeynəb üçün çox ağırdı. Neçə gündür bu sözü ikisi də sala bilmir. Axır Zeynəb, İmam Səccad deyir, İmam Hüseyn şeir vasitəsi ilə eşitdirirdi. Bildim ki, bibim Zeynəb eşitdirir ki, day hazır ol, day zaman gəlib çatıb. Bir gəldi, yıxıldı. Aldı qucağına bacısını özünə gətirdi, dedi ki, mən getməliyəm bacı. Növbə mənimdir. Babam Peyğəmbər getdi, atam Əli getdi, hamısı getdi, anam Zəhra getdi, İmam Həsən getdi. Dedi, qardaş, onların biri olmayanda başqası ilə ürəyimi ovundururdum. Sən axırıncı yadigarsan, səndən necə ayrılım? Bu gecə axır ömrüm şəb hicrandı bacı. Mən sənə oğlum Əli Leyliyə mehmandı bacı. Mirzə Ələkbər Sabir. Eyləsin zibbi kənar Əkbəri Leyla bu gecə. Yatmasın sübhə tək o bülbül şeyda bu gecə. Eyləsin öz gülünə yaxşı tamaşa bu gecə. Sübh açılsa görəcəkdir gülü xəndandı bacı. Bu gecə axır ömrüm şəb-i hicrandı bacı. Mən sənə oğlum Əli Leyliyə mehmandı bacı. Ümmü Leyla eləsin zinət Əli Əkbərinə. Sürmə çəksin balamın ahu baxış gözlərinə. Şana vursun o mələk mənzərimin tellərinə. Gərçi zinətsiz özü bir mah-i tabandı bacı. Əsğərim dərrəh-i cananıda candan keçəcək. Əllərim üstə balam su yerinə qan içəcək. Boğazın xəncər bürran kimi peykan biçəcək. Şiir xarəm bu minadə quzu qurbandı bacı. Bu gecə axır ömrüm şəb-i hicrandı bacı. Mən sənə oğlum Əli Leyliyə mehmandı bacı. Gözüm Abbasa baxır, qəlbidən artır ələmim. Verəcək baş, qalacaq baş açıq əhli hərəmim. Sınacaqdır qoşunum, həm yatacaqdır ələmim. Şaxəsi sərv-i qədi, zinət-i meydandı bacı. Bugün uşaqlar üçün çox ağır günlərdir. O uşaqlar öyrəşməyiblər çöllükdə qalmağa. Onlar şəhərdə yaşayıblar. Onlar nəvaziş görüblər. Ata-analarından güldən ağır söz eşitməyiblər. Onlar Əhl-i Beytin balalarıdır. Xanım Zəhranı İmam Həsən çağıranda ana deyirdi, can ya səmərətə fuadi, ya qurrətə ayni, deyirdi, ay ürəyimin meyvəsi, ay gözümün nuru. Bu uşaqlar heç zaman təhqir olunmayıb, döyülməyib, əziz olublar. Əziz adamla hörmətsiz davrananda çox pis olur. Bu söz ürəyimizi yəqin yandıracaq. Düşmən danışır, deyir, biz onlara tərəf hücum elədik Hüseyn şəhid olandan sonra. Bu uşaqlar başa düşmədilər, nə baş verir. Bunları hələ vuran olmayıb bu yaşa qədər. Bunlara ağır söz deyən olmayıb. Düşmən deyir, biz qamçı əlimizdə hücum eləyəndə onlar bizə tərəf qaçdılar. Başa düşmürdülər ki, onları vuracağıq biz. Onlar bizi qarşılamağa çıxdılar. Onlar bizi qarşıladılar, deyir. Deyir, onlar bizə tərəf qaçanda, biz qamçıları çıxardanda, onların birini, ikisini vuranda, deyir, onların simasında vəhşət var idi. Onlar dedilər, ilahi, bu nə qorxunç mənzərədir. Deyir, bunları at qabağında qaçdırdıq. Deyibləri, açıq müsibət deməyin. Bilmirəm, amma bu günlərdə
Deyir, qaçdı, uşaqlardan biri deyir, axı həmişə nəvaziş gördüyü, sığındığı atasına qaçar qız uşağı. Qız uşağının xüsusi atasına həmişə atasına tərəf qaçar. Deyir, qaçdı atasına tərəf, ucadan dedi, ata görmürsən? Görmürsən nə edirlər? Görmürsən bizi döyürlər, niyə uzanmısan, niyə durmursan? Tarixi oxuyuram sizin üçün, deyir, üzün qoydu kəsik boğaza. Neçə kəraməti var İmam Hüseynin. Deyir, bu məqamda İmam Hüseynin boğazından səs gəldi, qızım, mənim salamımı məni sevənlərə çatdır. Hüseynin kəsik boğazından çıxan salamdır, sizə salam deyir, qızı vasitəsilə. Salamımı çatdır, onlara denən nə vaxt bir qərib gördülər, cənazəsini gətiriblər, əvvəl mənə ağlasınlar. Nə vaxt şəhid cənazəsi gəldi, mənə ağlasınlar. Xalqımızı görmüsünüz, şəhid bastıranda deyir, Hüseyin vay, Hüseyin vay. Hüseynin bu tövsiyəsini əməl eləmişik, biz 100 illərlə əməl eləmişik. Ondan sonra deyir, sərin su içirlər, içsinlər, nuşu canları, halal xoşları. Amma sərin su içəndə məni yad eləsinlər, mənə bir salam göndərsinlər. Bu qız atasından necə ayrıldı, day demirəm, İmam Zamanın ürəyini parçalayar. Bunu atasından elə ayırdılar. Görmüsünüz, ağlamaq qadağan olunsun. Bu uşaqlar ağlayanda döyürdülər onları. Elə ki, biri deyirdi, ata gəlib qamçı ilə vururdular, üzünə vururdular, əlinə vururdular. Ona görə dərdlərini ürəyinə salmışdılar. O 3 yaşlı qızın balaca ürəyi dözmədi. O qəm ürəyinə salmaqdan. Qəm onu ürəyini partlatdı. Deyir, gecə oyandı, dedi, atamsız qala bilmirəm. Zeynəb deyir, ağlamaq səsi eşitdim. Dedim, qızım, bəlkə açsan, sussan. Dedi, bibi, mənim bir istəyim var. Mən atamı istəyirəm. Mən atam üçün darıxmışam. Mən bilmirəm, gəlsin, alsın məni qucağına. Mən olmamışam Şamda. Gedənlər danışır, deyir, oyuncaq aparırlar Rüqəyyənin qəbrinə. Mənası sadədir. Uşaq ağlayanda oyuncaqla sakitləşdirərlər. Oyuncaq verərlər, sakit olsun. Amma burada gətirdilər, kəsilmiş başı, atasının başını qoydular qarşısına. Onu görən kimi şikayətə başladı. Qollarını açdı, dedi, bax gör qollarımı vurublar. Danışdı. Deyir, Zeynəb, deyir, səsi kəsildi, dedim, yəqin balam yatdı. Xanımlara dedim, səs salmayın, balam yatıb. Deyir, elə ki, qabağa gəldim, gördüm, kəsik baş bir tərəfdə. Rüqəyyənin taqətsiz, o yorulmuş, cansız bədəni bir tərəfdə. Əla lənətullah aləl qavmiz zalimin. Olsun selam xaneye qəmdə ölen qıza olsun selam xaneye olsun selam qəbrevine az geden kıza olsun selam qəbrevine az geden kıza olsun selam antası ölüp baş yolan kıza sili deyip qara gözüne qan
dolan kıza. Olsun selam əsğərə lay lay çalan kıza. Şami yolunda Ekberini oxşayan kıza. Ay xanım Rüqəyyə aşiqləri hardasız? Qurban olum nalələrizə. Ay xanım Rüqəyyə, ay Yəhudinin qızına gedib şəfa verən Rüqəyyə, bizə də nəzər elə bu gecə. Mən bir qızam Rüqəyyə adım yar Zeynəbə. Qəbrimdə yatmışam yenə qəmxar Zeynəbə. Abbas əmim atama ələmdar olub mənim viran sərada. Mən də ələmdar Zeynəbə viran sərada. Mən də ələmdar Zeynəbəm. Ay xanım Rüqəyyənin qəbrin görəndən, ay mənim kimi görməyəndən, bu gecə inşallah Məşədi Dadaş məscidindən zəvvar olan xanımın o balaca qəbrinə. Xanım nə olar bizi də bir dəvət elə, gələk qəbrimi ziyarət eləyək. Xanım bilirik qəbrində zəvvar çox azdır, xanımın qəbrin zəvvarı azdır, amma bir nəfər var xüsusi xanımı bu günlər ziyarət eləyir. O kimdir? Fəqət İmam Zaman ruxsət veribdi göz yaşına. Bibi deyib dolanır xırda qəbrinin başına. Lay lay Rüqəyyəm lay lay. Aman 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 aman. Bibi deyib dolanır xırda qəbrinin başına. Ay Allahu Ekber, gecənin aləmi ola. Mən oxuyuram, gözünün qabağında canlandırın. Gecənin aləmi, sakitçilik. Gördülər belə Atavay naləsi gəlir. Ata hamı diqqətlə baxır, Allah görəsən kimdir? Yezid qəsrində yata bilmədi. Ata Allah, Yezid yata bilmədi qəsrində. Dedi görün kimdir ağlayan? Əsirlərdəndir. Ölən varsa qəbrin qazın. Amma gəldilər gördülər qəribə bir mənzərədir. Gəldilər Yezidin yanına. Zalim, bu şuurun şeyinə səbəb 3 yaşında bir baladır, bir baladır. Qaçır xərabəni gəlçi ayaqları yaradır. Eyvah, eyvah.
xərabəni gərçi ayaqları yaradı, yaradı. Allah sənə and verirəm o yara olan, o qabar olan ayaqlara. Heç kəsi bu gecə naümid əli boş yola salma. Ay dərdi olanlar, yapışın xanım Rüqəyyənin ətəyindən. Neylədilər? Qoydular o yaralı başı təbəqə, göndərdilər xərabiyə. Xanım Rüqəyyə belə baxdı, gördü Allah, atasının yaralı başın gətirdilər, qoydular qabağında. Ay 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 ay. Axı qız uşağı şirin dil olar, çox mehriban olar. Belə baxdı, nə elədi, qolların çırmaladı. Dedi ata, çox döyübdür məni yollarda bu şimridəni. Bir deyən olmadı döymə bu cəlay vətəni, vətəni. O döyəndə məni çağırırdım mən də səni. Gəlmədin dadimə küstüm, odur səndən yaralı, yaralı. Eyvah. Ata səndən küsmüşəm ata. Ata məni döyəndə hardaydın? Ata xərabə yordu məni. Ata yordu, öldürdü məni. Ata yolda səni ağladım, sariban vurdu məni. Başladı atasına şikayət eləməyə, amma yeri var idi. O qanlı dodaqlar, o kül dolan dodaqlar dəyə bir-birinə. Şirin dilim yenə danış mənimlə. Şərareyi qəmə alış mənimlə. Rüqəyyə can, yubanmışam, yəqin məndən küsübzəm bala. Dodaqlarıma bax, barış mənimlə ay bala. Bala neyləyim, yaralıyam, yaralıyam. Bala neyləyim, yaralıyam, yaralıyam, yaralıyam. Allah, Allah, Allah. 17 kəlmə fəqət danışdı atası ilə. Dedi ya əbə, mənilləzi əytəməli məni ələ səğəri sinni. Ata ki məni bu vaxtımda yetim qoydu. Mənilləzi qəncəvəriduş. Ata kim boğazımın damarlarına xəncər qoydu. Mənilləzi xəncəbəkə bidimoic. Ata kim saqqalı və qanınla xizab elədi. Ondan üzün tutdu bibisi Zeynəbə, bibi can. Gəl dadimə əmmə can, gəl dodağa can gəlib. Mənim yaralı atam ləblərində qan gəlib. Vay mənə, vay mənə, mehriban qonağa bax. Mən baxa bilmirəm yar əli dodağa bax. Eyvay, 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 eyvay. Allahu Ekber. Bu gecə adımızı yazdıraq ha dəftərə. Bu gecə
İmam Hüseyin yazsın adımızı öz dəftərinə. Bir nəfər ariflərdən biri evində bir məclis qurmuşdu. İmam Hüseyin əzası qurmuşdu. Hamı da gəlib, ruhani də minbərdə söhbət eləyir. O arif deyər, gördüm 2 dənə cavan oğlan daxil oldu evə. Amma özləri üçün danışırlar, deyirlər, gülürlər. Bildim ki, bunlar əzaya gəlməyib. Bildim ki, bunlar ağlamağa gəlməyib. Özümdə dedim, çıxanda soruşaram ki, axı bura niyə gəlmişsiniz? Axı burada nə işiniz var? Deyir, tez getdilər. Sözüm ürəyimdə qaldı. 2-ci gündə gördüm, bu cavan oğlan gəldi, daxil oldular əzadarlıq məclisinə, amma qara geyiblər. Qara geyiblər, elə yana-yana ağlayırlar. Moizə eləyən ruhani söhbət eləyir. Bunlar belə yana-yana ağlayırlar. Məclisin sonunda yaxınlaşdım bunlara, dedim, bu hal nədir sizdə? Dünən belə halınız, bugün başqa cür. Dedi, heç nə, biz buradan keçirdik, gördük. Məclisdir, dedi, yəqin bir ehsan verilər. Biz də bitki oturaq, ehsandan yeyək. İçəri daxil olduq, gördük. Ehsan yoxdur, elə fəqət çay verirlər. 1-2 stəkan çay içdik. Çıxanda buradan onlardan biri gördü ki, stəkanları yığıblar qapı ağzına. Özündə dedi ki, bunlar ağlayıblar. Çıxanda ayaqları dəyər, stəkanlar sınar. Qoy bunları qoyum qırağa, stəkanlar sınmasın. Getdik, yatdıq. İkimiz də eyni yuxunu gördük. İkimiz də eyni yuxunu gördük. Gördük, həmin məclisdir. Ruhani danışır minbərdə. 2 dənə nurani şəxs daxil oldu məclisə. Birinin əlində qələmdir, kağız tutub əlində. O biri deyir, Əbəlfəz yaz. Əbəlfəz yaz. Filan ruhani yaxşı danışdı, Əbəlfəz yaz. Əbəlfəz yaz, filan məddah rozağı yaxşı oxudu. Əbəlfəz yaz, filan kəs mənə yaxşı ağladı. Əbəlfəz yaz, qeyd elə. Əbəlfəz, o istəkanları yığan oğlanın da adını yaz mənim dəftərimdə. Ağamız belədir ha, ağamız belədir ha. Bir ürəkdən nalə eləsən, bir ucadan Hüseyin desən adını qeyd eləyər. Elə bir ucadan deyək Hüseyin, 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 yaralı ağam, ağam, ağam Hüseyin. Sen de adımı yazdır bu gece. Hüseyin, Hüseyin, yaralı ağam, ağam, ağam Hüseyin. Yaralı ağam, ağam, ağam sen. Gəmi əyyam ilə gərçi bu dilim purğəmdir. Bir Hüseyin adlı ağam var, ürəyim xürrəmdir. Aləmi gözdən atıb Allah bir ona bel bağlamışam. Aləmi gözdən atıb bir ona bel bağlamışam. O gözəl adına qurban, şərəfi Adəmdir. Qapısından bilirəm, saili boş qaytarmaz.
çün kərəm sahibidir. Sibti şəhi əzəmdir. Köynəyin sailə ihsan edənin oğludur bu. Köynəyin sailə ihsan edənin oğludur bu. Bizi etməz əli boş, qorxma. Sözüm möhkəmdir. Gəzərəm dildə Hüseyn adı əza xanələri. Bu Hüseyn vay səsi yevmiyyə mənə həmdəmdir. Məkkədə olmasa qismət mənə vardır nə qəmim. Ağamın məclisi Məkkəmdir. Gözüm zəmzəmdir. Ruzi məhşərdə sıxıllam ağamın sayəsinə. Ruzi məhşərdə sıxıllam ağamın sayəsinə. Yandıranmazla məni, qəl'eyi müstəhkəmdir. Sipəri atəşi duzəxti qəra köynəyimiz. Aberumiz iki dünya bu qəra pərçəmdir. O səbəbdəndir. Şeiri buna görə oxudum. O səbəbdəndir. Əzadar Hüseyn ölsə əgər, görəcək qəbri qaranlıqdır. Əcəb münzəmdir. Allah o səbəbdəndir. Əzadar Hüseyn ölsə əgər, görəcək qəbri qaranlıqdır. Əzəl müzləmdir. Baş tərəfdən o zaman qəbrinə bir nur düşər. Ah, nə nur. Ah, nə nur aləmi roşən eləyib xürrəmdir. Ta gözün açdı görər başının üstə ağasın. Ta gözün açdı görər başının üstə ağasın. Buyurar gəldim Hüseynəm. Buyurar gəldim Hüseynəm. Kərəmim üçün yəmdir. O Hüseyn ki gecə gündü çağırırdın o mənə. O Hüseyn ki gecə gündü çağırırdın o mənəm. Gəlmişəm görməyə. Qorxma. Qənimətdəmdir. Allah sənə and verirəm Həzrət İmam Hüseynin ehtiramına. Allah o Hüseyni bizim də başımızın üstünə göndər. Pərverdigara bu eşqi məhəbbəti əlimizdən alma. Qurban olaram göz yaşlarınıza, qurban olaram o baxan gözlərinizə. İllərdir oxuyuram da sizin xidmətinizdəyəm. Yaxşı, pis qəbul eləyirsiniz. İnşallah bu gecədə bir qədim nohələrdən oxuyacam huzurunuza. Sözləri belədir ki, ey nogülü xəndanım, dur gedək Əli Əkbər. Qurban sənə bu canım oğul, dur gedək Əli Əkbər. Bunu Hacı Nasir əmi var. Qədim Noha xanlardandır, Türkanlı. O öyrətdi bizə, Allah ondan razı olsun. Oxuyacam inşallah, amma xahişim budur, ağır sinə vuraq, qurban olaram. Bəl qatilani Əbu Abdillahil Hüseyn, ta bəruzi qiyamət, mudami lənət bad. Ey nogül xəndanım, ey nogül xəndanım, dur gedək Əli Əkbər. Ey nogül xəndanım, ey nogül xəndanım, dur gedək Əli Əkbər. Qurban sənə bu canım oğul, dur gedək Əli Əkbər. Dur gedək Əli, dur gedək Əli Əkbər. Ey nogül xəndanım,
ey nocül xendanım, dur cedayali ekber, dur cedayali. Mənə bax, hər qurban sənə bu canım oğul, dur cedayali ekber, dur cedayali. Ey şebihi peygamber, dur cedayali. Her ey Leyla'ya hem yaver, dur cevap ver. Her ey Leyla'ya hem yaver, ey nocül xendanım, ey nocül xendanım, dur cedayali ekber, dur ağır sinə, qurban sənə bu canım oğul, dur cedayali. Ey şebihi peygamber, dur. Cevap. Ber ağlayır baban Heydər, dur cedey. Ber dur cedey. Zəxmilərin gəlməz sana, zülfülərin batıb qana, həmmən gəlib meydana yoğul, dur gedəyəli əkbər, dur əkbər, ey şəbihi peyğəmbər, gedəyəli ber, ey Leyla'ya hem yaver, dur gedəyəli. Aç gözlerini bir de, aç gözlerini bir de, olmuşam çok efsurde, adın kalıp dillerde yoğul, dur gedəyəli ekber, dur gedəyəli. Maşallah, dur gedəyəli ber, ey şebihi peygamber, dur düşman olup beraya, düşman olup beraya, saldılar bu sehraya, saldılar bu sehraya, lanet gələ dünyaya yoğul, dur gedəyəli, dur gedəyəli. Her ağlayır baban Heydər, dur dur gedəyəli. Ey nocül xendanım, ey nocül xendanım, dur gedəyəli ekber, dur gedəyəli. Qurban sənə bu canım oğul, dur gedəyəli, dur gedəyəli. Ekber, ey şebihi peygamber, dur gedəyəli. Her sen kurtardın mühnetten, mən ağlıram firqədən,
aman bu musibetden oğul dur gedeyeli Ekber dur gedeyeli Cevap dur gedeyeli Ver ağlayır baban Heydər dur Ver axımdır əli qanun Axımdır əli qanun Çox çətindir hicranın Az qalıb çıxacanın Oğul dur gedəyəli Əkbər dur gedəyəli Ey Leyla'yəm yaver Ekber ağlayır baban Heydər Cevap dur gedək Bir də dur gedəyəli Ekber mah-ı Muharrem'dim Her yerde olmuş süfre-i ihsan Bilmem ne qoğadim Göyden melekler eyleyir Afgan Mah-ı Muharrem'dim Her yerde olmuş süfre-i ihsan Bilmem ne qoğadim Göyden melekler eyleyir Afgan Qara geyib Nuh asman Başlandı göylerden feqan Vaveylan Əhli əzasinə zənan Qərqi nəvan alə konan Vaveylan Qara geyib Nuh asman Başlandı göylerden feqan Vaveylan Əhli əzasinə zənan Qərqi nəvan alə konan Vavey Məzlum Hüseyin Əşkan Hüseyin Aləm sənə qurban Vaveyla Məzlum Aləm Cavab Məzlum Hüseyin Əşkan Hüseyin Aləm Vaveyla Məzlum Mah-ı Muharrem'dim Her yerde olmuş süfre-i ihsan Bilmem ne qoğadı Köyde melekler eyleyir Afgan Mah-ı Muharrem'dim Her yerde olmuş süfre-i ihsan Bilmem ne qoğadı Köyde melekler eyleyir Afgan Qara geyib Nuh asman Başlandı göylerden feqan Vaveylan Əhli əzasinə zənan Qərqi nəvan alə konan Vaveylan Eylir qələm şərh-i bəyan Nə zülm edibdi küfiyan Vaveylan Məzlum Hüseyin Əşkan Qurban Hüseyin Vaveyla Məzlum Hüseyin Aləm Vaveyla Bərəkəllah Məzlum Hüseyin Əşkan Hüseyin Vaveyla Məzlum Hüseyin Meydani-də qoğam, meydani-də qoğam Canım çıxınca tavaram vardı Çox yalqızam yarəm Məxiyəmdə naxoş bir balam vardı Əzbəs ki naxoş halidir Yorğundur həm bimarıdır İmdad et Bu çöl dolu yağ yarı
daridir, cümle şəqi qəddaridir, imdad et. Yok bir hevadarim kesim, oxlandı barın o resim, şikvəm yok. Zatsa səmavatə səsim, yetsə hicabatə səsim, rəncim yok. Məzlumuz, aç kolları ver. Vaveyla mah-ı Muharremdi, mah-ı Muharremdi, her yerde olmuş süfreyi ehsan. Bilmem ne qoğadı, köyde melekler eyleyir Afgan. Mah-ı Muharremdi, her yerde olmuş süfreyi ehsan. Bilmem ne qoğadı, köyde melekler eyleyir Afgan. Qara geyib Nuh asman, başlandı göylerde fegan. Vaveyla ehli ezasine zenan, gergi nevan ale konan. Vaveyla eylir gelem şerh-i beyan. Maşallah, maşallah, ahsen, behbe, ya Zehra, maşallah, eylir gelem şerh-i beyan, ne zulmedipti şufiyan. Vaveyla eylir gelem şerh-i beyan, ne zulmedipti şufiyan. Vaveyla mazlum alem sana kurbanısın. Bir de mazlum Hüseyin etşanısın. Bir de mazlum biraz suşi. La seyyiden el mazlum, seyyiden el etşan, seyyiden el garib Hüseyin, seyyiden el mazlum, seyyiden el etşan, seyyiden el garib Hüseyin, seyyiden el mazlum, seyyiden el etşan, seyyiden el garib Hüseyin, seyyiden el mazlum, seyyiden el etşan, seyyiden el garib, seyyiden el garib Hüseyin, seyyiden el mazlum hami, seyyiden el mazlum etşan, seyyiden el etşan garib, seyyiden el garib Hüseyin, maşallah. Seyyid mazlum etşan, seyyiden el seyyiden el garib Hüseyin. Zeynep esir olup beni dindir yaralıyam. Zeynep esir olup beni dindir yaralıyam. Başımda qara var, anam oğlu ezalıyam. Başımda qara var, anam oğlu ezalıyam. Göyde ayaqlayır, sənə ulduzlar ağlayır. Göyde ayaqlayır, sənə ulduzlar ağlayır. Yerdə mən ağlıram, bu susuz kızlar ağlayır. Seyyiden el mazlum, seyyiden el etşan, seyyiden el garib Hüseyin. Mazlum, seyyiden el mazlum etşan, seyyiden el garib, seyyiden el garib Hüseyin. Eşitmedim bir de seyyiden el etşan, seyyiden el garib, seyyiden el garib Hüseyin. Seyyiden el mazlum
Atşan seyyidene Garip seyyidene Hüseyin Hüseyin Düştü belalara bu belalı başım benim Düştü belalara bu belalı başım benim Dur sal yola beni yaralı kardeşim benim Dur sal yola beni yaralı kardeşim benim Senden sonra Hüseyin balalar garet oldular Senden sonra Hüseyin balalar garet oldular Əsdi xəzan yeli Sarı gül misli soldular Seyyeden el mazlum Seyyeden el atşah Garip Seyyeden el garib Hüseyin Hüseyin Beleşallah beleşallah Seyyeden el mazlum Atşan Seyyeden el garib Seyyeden el Axı niye istediğim cevabı vermişsen Kurban olum sana bir de Seyyeden elmaz Atşan Garib Seyyeden el garib Hüseyin Hüseyin Behbeh Seyyeden el Atşan Seyyeden el Seyyeden el garib Hüseyin ey mazlum ölen Aç kolları bir Maşallah ey mazlum ölen Hüseyin Seni Zəhra anam oyan Eşkündü ya Hüseyin bacıvi çöllere salan Eşkündü ya Hüseyin bacıvi çöllere salan Bir Sen benim başıma saye salmışsan İndi neden yaralıkum üstünde kalmışsan Seyyiden el mazlum Seyyiden el garib Seyyiden el garib Hüseyin Hay 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 ne güzel değilsen Seyyiden el mazlum Atşan Seyyiden el Sağ elbi qaldır göyə Seyyeden el garib Hüseyin Boğazında ne kadar gücün var Ucadan denen Seyyeden el mazlum Atşan Garib Seyyeden el Hüseyin Hüseyin Mazlum Seyyeden el Atşan Seyyeden el garib Hüseyin ey gül dağılmısan dağı yoktur çəmən sənə Ey gül dağılmısan dağı yoktur çəmən sənə Ah saçlarım gərək Ola qardaş şəfən sənə Ah saçlarım gərək Ola qardaş şəfən sənə Qızları vurdular bacıvi soydular Hüseyin Qızları vurdular bacıvi soydular Hüseyin Nazlı Rüqəyyəni atasız koydular Hüseyin Nazlı Rüqəyyəni atasız koydular Hüseyin Seyyeden elmez Atşan Seyyeden el garib Seyyeden el Hüseyin 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 Seyyeden el Maşallah Seyyeden el Tamamlayıram ha Seyyeden el garib Hüseyin Bir de başta dönüm ucadan Seyyeden el Atşan garib Mazlum Seyyeden el Seyyeden Hüseyin Hüseyin ey mazlum ölen Hüseyin Seni Zəhra anam oyan
Eşkündü ya Hüseyin, eşkündü ya Hüseyin, bacıvi çöllere salan. Bir sen benim başıma saye salmışsan, indi neden yaralı kum üstünde kalmışsan, Seyyiden el-Məzlum garip Seyyiden el-Hüseyin, Hüseyin, Hüseyin, hay 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 hay, Seyyiden el-Şah, Seyyiden el-Hüseyin, Hüseyin, Hüseyin, Seyyiden el-Məzlum, Seyyiden Seyyiden el-Garib, Hüseyin, Seyyiden Seyyiden el-Şah, Garib, Seyyiden el-Garib, Hüseyin, bir de Seyyiden el-Şah, Seyyiden el-Garib, Hüseyin, Seyyiden 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 vay Hüseyin, vay Hüseyin, vay Hüseyin, vay Hüseyin, 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 vay Hüseyin.
versin. Allah əcr versin qardaşlarım. Ey Hüseyin gözü aç, gözü aç, mənlə danışaq ata, dildən alışaq ata. Küsmüşəm gəl daxı barışaq ata. Nə gəlib dodaq və caho təmtəraq və əff elə duramadım əyaq və əff elə duramadım əyaq və atasının kəsik başını qoyublar 3 yaşlı balanın qabağına. Atasıyla danışır. Gözü aç, mənlə danışaq ata, dildən alışaq ata. Küsmüşəm gəl daha barışaq ata. Nə gəlib dodaq və caho təmtəraq və əff elə duramadım əyaq və gülün solub gözlərimə qan dolu. Ata bir gözlərimə bax, başımı ədu yolub, nə deyim daha mənə olan olur. Ay ata yorulmuşam, gül misali solmuşam. Aç gözün gör anava tay olmuşam. Aç gözümü gör anava tay olmuşam. Dərim yanıb Allahu Ekber Atacan, dərim yanıb, otda əllərim yanıb, başda məcərim yanıb, xeymələr yananda tellərim yanıb. Gör necə sınıb qolum, həm sağ ilə həm solum. Yaralı başıma mən fəda olum. Yaralı başıma mən fəda olum. Bu şamiyan əşqanə qatdılar, mənə çox daş atdılar. Ata axırda qızımı qocaddılar. Gözü aç ata, dildə iltihabə bax, zülmü bir hesabə bax. Mən hələ heç dur anam rubabə bax. Mən hələ heç anam rubabə bax. İnşallah bunu da deyim, bir ucadan deyək. Baş tacım, böyük qardaşım, Azərbaycanımızın fəxri, bizim əzizimiz Hacı dua eləsin. Seyyidənəl məzlum
سيدنا الأتشان سيدنا القريب حسين حسين قلبي kaldırırsan سيدنا المظلوم أتشان قريب سيدنا الغريب حسين 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 بدا سيدنا المظلوم أتشان قريب نسألك اللهم وندعوك باسمك العظيم الأعظم الأعز الأجل الأكرم وبالحسين يا الله 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 يا رحمن يا رحيم يا مقلب القلوب ثبت قلوبنا على دينك İlahi ellerimizi naumid qaytarma. Amin diyen dilleri lal öldürme. Biz İmam Hüseyin ağanın həqiqi əzadarlarından qərar ver. Allah bizi bu 10 gecənin feyzindən, Aşura feyzindən bir nəsib eləmə. Bu əzadarlığı bizdən qəbul elə. Bu məhərrəmi axırıncı məhərrəmimiz qərar vermə. Sənə and verirəm bu günlərin hörmətinə İmam Hüseyin əleyhissalamın o gözəl qəbrinin ziyarətin bütün arzusunda olanlara bu cəmə qismət elə. Ahirətdə İmam Hüseyin ağanın şəfaətindən bizi ayrı salma. Bizi bundan artıq bir-birimizə mehriban elə. Dinivin düşmənlərinə lənət elə. İşğal altında olan torpaqlarımızı azad eləməkdə bizə kömək elə. Bu torpaqların azadlığı üçün canını fəda edən şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur elə. Torpaqlarımızın keşiyində dayananları yerin göyün bəlasından hifz elə. İmam Zaman ağanın mübarək olan qəlbin bizdən razı və xoşnud elə. Və ağamızın zuhurunu tez elə. Haqqı Muhammedin və alih və bi haqqı surətil mübarəkətil Fatihəti məs-salavat.